Proje mənim də başıma gəldi. Mən İsmailov Layiq qəsəbə sakini Məmmədov Nizami. Bu böcəklərlə əlaqədar biraz hər il olduğu kimi sentyabr-oktyabr aylarında bu böcəklər olur. Bu il sadəcə olaraq biraz bu böcəklərin çoxalması ilə əlaqədar Layiq cəmaatını biraz təşvişə salıb. Layiq cəmaatı biraz narahatdır ki, nəsə bir xəstəlik ola bilər, amma sadəcə olaraq burada heç bir xəstəlik yoxdur. İsmail rayonundan Layiq qəsəbə icra nümayəndəliyi, Layiqin öz həkimləri İsmail Baytarlıq İdarəsinin baş həkimi sadəcə olaraq bunlarla maraqlanırlar. Burada qorxulu bir şey yoxdur. Sadəcə olaraq hal-hazırda bu böcəklərlə əlaqədar tədbir görülür. Xanlar Qəmbərov, İsmail rayon Gen Epidemiologiya Mərkəzinin direktoru. Bu günləri rayon icra hakimiyyəti başçısının Laç qəsəbə üzrə İnzibati Ərazi İdarəsinin nümayəndəsi Fikrət müəllimin müraciəti əsasında biz briqada şəklində Laç qəsəbəsinə gəlmişik və burada aşkar olunan xurda həşəratlara görə dezinfeksiya tədbirlərimizi aparırıq. Burada cəmaatın deməli narahatçılığına elə bir əsas yoxdur. Çünki mövsümlə əlaqədar olaraq əsasən yaz-payız aylarında belənçi xırda həşəratlar əmələ gəlir. Əsasən də axşam vaxtları işıq, elektrik işıqları yanan vaxtda daha çox meyilli olur bu. Və tədbirlərimiz davam etdirilir və buradan götürülmüş nümunələr Konservatı İsmail rayon Konservatı şöbəsinin mütəxəssislərinin iştirakı ilə Konservatı Nazirliyinin müvafiq laboratoriyasına göndərilibdir və əhalini mən heç bir narahatçılığına və təşviş düşməyinə real bir hesab eləmirəm. Ona görə də heç bir narahatçılıq yoxdur. Tədbirlərimiz də davam etdirilir. Əliyev Nəzər Mirzəoğlu, Lahuç qəsəbə sakiniyəm. Biz deməli son 1-2 gün ərzində bizim qəsəbəmizdə axşamüstü, axşam vaxtı işıqların ətrafında deməli xırda cücülərin birdən-birə deməli fəallaşması müşahidə olunmuşdur. Bu bizdə həmişə olan adi bir haldır. Mövsüm ərzində bir neçə dəfə belə cürbəcür cücülərin birdən-birə çoxalması müşahidə olunur və bunları biz normal qəbul edirik, adi hal kimi qəbul edirik. Bunun insanları məsələn dişləməsi və ya tutalım hansısa bir fəsad törətməsi və ya nəyəsə səbəb olması insan səhhətində hansısa bir anormallıq yaratması halları heç vaxt olmamışdır, bu dəfə də olmayıb. Ona görə də bunda bir deməli bir ciddi bir narahatçılıq hiss eləmirik. Ancaq təbii ki, təmizləməsində zadına qarşı müəyyən tədbirlər görülsə, təbii ki, yox.